Bu gün bizim dəyərli qardaşımız əl arabasında olmağına baxmayaraq inşallah gələn il ad günün özü yeriyə keçirər. Elvan qardaşımızın ad günüdür. Nurəddin qardaşımız canpəşanlıq edir. Nurəddin nə gətirib sənə belə də özü tərifləyirsən? Oy maşallah 35. Bu canlı söz oradadır. Baxa gələ, baxa. Şoförü də salamlayırıq. Allah səni Allah sənə can sağlığı versin. Həmişə belə xeyriyyə işlərdə iştirak Təşəkkür. Ha, bir dənə indi görək qapını bir dənə zəhmət olmasa aç görək bu içəridə oturan kimdir? Hələ biz əsası bu. Salam Elvin. Təbrik eləyirik. Sənə uzun ömür, can sağlığı. İnşallah gələn il ad günü özün yeriyə gələsən. Allah səni var eləsin qardaş. Təbriklər. Görək elə. Ha, bunu bax, belə arabasıdır. O cəmaatın, xalqın pulundan yığılan. Ha, Eliş. İnşallah. İnşallah gələn il ad günün özü yeriyə gələcək Allahın köməyi ilə. İnşallah. Bax. Arabasıdır bu. Bu cəmaatın köməyi ilə manat yığılan, alınan arabadır. Ha, elədir? Bəli. Bizim əsas səbəbkarı indi öz avtomobilinə mindiririk. Aha. Bizim hacımız da buradadır, ay maşallah. Hacı salamlayıram sənə, ay hacı. Hər zaman şəhid ailəsinə, hər zaman diqqət yetirən, şəhid anasının, atasının ad günü olanda tortundan belə, Şahinlə bax, bizim Eldos hacı qardaşımız. Bəli, hacı bizim həqiqətən böyük qardaşımızdır. Elə ilk təbrik hacı səndən eşitəcək bizim Elvin qardaşımıza. Bir dəqiqə. İnşallah gələn il bu vaxt özü yeriyə gəlsin. İnşallah. Allah şahid versin. Hacı sənin övladların toyunda. Sağ ol. Allah razı olsun. Bizim rəhbərimizsən də. Sağ ol. Elvin Mehdiyevin ad günü nağıllar aləmi olan əvvəlki adı Qartal. Bax, burada keçiriləcək. Yəni bu günləri həqiqətən də belə deyək. Allah ilk öncə başımızın tacı olan qanı ilə tarix yazan şəhidlərimizin ruhunu şad eləsin. Qazilərimizə şəfa və etiranlarımıza can sağlığı versin. Bugün bu gözəl təbiətin qoynunda bizim belə deyək işte qıçlarından şikəst olan inşallah Allah özü ona şəfasını versin. İnşallah gələn ad günün yeriyə gəlib özü keçirsin. Bu günləri ad günü keçiriləcək bu gözəl təbiət qoynunda Nağıllar Aləmi restoranında inşallah ad günü mübarək olsun deyirik. Bizim dəyərli qardaşdır. Rövşən də bax bu təbriklərə qoşulur. Bizim Elvin qardaşımıza təbriklərini eləyir. Buyur ay Rövşən. Elvin qardaşımın ad günü münasibətilə təbrik edirəm. Allah sizə ömrü can sağlığına yaşasın. İnşallah Allah Teala sənə öz arzularına yaşamağa qismət eləsin. Adını təbrik edirəm. Rövşən deyirəm, inşallah gələn il bu vaxt sağlamlığına qovuşar, özü arabadan azad olub gələr. İnşallah yeni yaşın sənə bol uğurlar gəlsin. İnşallah növbəti ad günün ayaq üstə qeyd edəsən. İnşallah. Sağ ol ay Rövşən. Allah balalarından sənə xeyir versin. Sağ ol.